Qoç. Bugünkü kosmik enerji daxili aləminizdəki alovu daha da alovlandıraraq sizi liderlik kürsüsünə doğru itələyir. Səhər saatlarında aldığınız qəfil xəbər uzun müddətdir təxirə saldığınız bir layihəni yenidən canlandırmaq üçün əla fürsət yaradacaq. Ətrafınızdakı insanların rəylərinə qarşı dözümlü yanaşmaq qarşılıqlı münasibətlərdə yarana biləcək gərginliyin qarşısını vaxtında alacaq. Maliyyə sahəsində riskli addımlardan qaçmaq və mövcud büdcəni qorumaq bugün üçün ən ağıllı strategiyadır. Şəxsi həyatınızda tərəfdaşınızın ehtiyaclarına diqqət yetirmək aranızdakı etimad bağlarını görünməmiş dərəcədə möhkəmləndirəcək. Zehni yorğunluğu aradan qaldırmaq naminə axşam saatlarında təbiət qoynunda qısa bir gəzintiyə çıxmağınız olduqca faydalıdır. Köhnə dostlardan gələn bir zəng sizə unudulmuş xatirələri xatırlatmaqla yanaşı yeni qapılar da aça bilər. Özünüzə olan inamı bərpa etmək üçün bugün bacarıqlarınızı nümayiş etdirə biləcəyiniz platformalarda aktiv olun. Yaxın gələcəklə bağlı planlarınızı kağıza köçürmək məqsədlərinizi daha aydın görməyə kömək edəcək. Günün ikinci yarısında qarşılaşacağınız gözlənilməz rəqabət sizi qorxutmamalı, əksinə motivasiya etməlidir. Bədəninizin siqnallarına qulaq asaraq yuxu rejiminə və qidalanmanıza xüsusi diqqət yetirməyə başlayın. Hüquqi və ya rəsmi sənədlərlə işləyərkən hər bir bəndi diqqətlə oxumağınız sonraki peşmançılıqları əngəlləyir. İntuisiyanızın səsinə güvənmək çətin yol ayrıclarında sizə ən doğru cığırı göstərmək qabiliyyətinə malikdir. Müdiriyyətlə danışıqlarda təmkinli və arqumentləşdirilmiş şəkildə çıxış etmək peşəkar nüfuzunuzu xeyli artıracaq. Həyatın ritmini tutmaq üçün tələskənlikdən uzaq durmalı və hər bir anın dadını çıxarmalısınız. Axşam ailə üzvləri ilə keçiriləcək səmimi şam yeməyi günün bütün stresini çiyinlərinizdən götürəcək. Buğa. Ulduzlar bugün sizi maddi sabitliyinizi möhkəmləndirmək və daxili dincliyinizi tapmaq üçün stimullaşdırır. Karyeranızda uzun müddətdir gözlədiyiniz imtiyazları əldə etmək üçün rəhbərliklə dialoqa girməyin tam zamanıdır. Ətraf mühitin səs-küyündən uzaqlaşıb daxili səsinizə qulaq asmaq sizə mühüm qərarlar qəbul edərkən kömək edəcək. Sevdiyiniz insanla münasibətlərdə fədakarlıq etmək qarşı tərəfin sizə olan sevgisini və sadiqliyini qat-qat artıracaq. Bugün xərclərinizi optimallaşdırmaq üçün lazımsız alış-verişlərdən qətiyyətlə imtina etməyiniz tövsiyə olunur. Səhhətinizlə bağlı kiçik siqnalları göz ardı etməməli, profilaktik tədbirlərə zaman ayırmalısınız. İş yerindəki komanda fəaliyyətlərində fərdi ambisiyaları kənara qoyub ümumi məqsəd üçün çalışmaq uğurun açarıdır. Günün ortasında köhnə bir borcun qaytarılması və ya gözlənilməz pul axını əhvalınızı xeyli yüksəldəcək. Fəlsəfi kitablar oxumaq və ya intellektual mövzularda müzakirələrə qoşulmaq dünya görüşünüzü xeyli genişləndirə bilər. Səbirsiz davranışlar yaxın dostlarınızla münasibətlərə xələl gətirə bilər, ona görə də emosiyalarınızı cilovlayın. Gələcək investisiyalar üçün zəmin hazırlamaq məqsədilə peşəkar ekspertlərin məsləhətlərinə qulaq asmaq faydalıdır. Özünüzü vizual olaraq yeniləmək və ya qarderobunuzda dəyişiklik etmək sizə müsbət enerji bəxş edəcək. Evinizdə rahatlıq və harmoniya yaratmaq üçün interyerdə kiçik kosmetik dəyişikliklər edə bilərsiniz. Qarşı tərəfin fikirlərinə hörmətlə yanaşmaq işgüzar danışıqlarda tərəfdaşların rəğbətini qazanmağınıza vəsilə olacaq. Günün sonunda tək qalmaq və keçmiş səhvlərdən dərs çıxarmaq gələcək addımlarınızı daha bərk edəcək. Əkizlər. Bugün ünsiyyət bacarıqlarınız sayəsində cəmiyyətdə heyranlıq doğuracaq və yeni müttəfiqlər qazanacaqsınız. Zehni çevikliyiniz ən mürəkkəb problemləri belə saniyələr içində həll etməyə imkan yaradır. Sevgi həyatınızda fərqli tərəfləri kəşf etmək və partnyorunuza sürprizlər etmək üçün ideal bir gündür. İnformasiya kirliliyindən qorunmaq üçün sosial şəbəkələrdə keçirdiyiniz vaxtı bugün minimuma endirməlisiniz. Səyahət planları qurmaq və ya yeni bir dil öyrənməyə başlamaq enerjinizi müsbət müəyə yönəldəcək. İş mühitində bədxah insanların fitnələrinə qarşı oyaq olmalı və sirlərinizi hər kəsə açmamalısınız. Maliyyə məsələlərində alternativ qazanc mənbələri axtarmaq üçün ağlınızdakı ideyaları sınaqdan keçirə bilərsiniz. Bədəninizin elastikliyini artırmaq üçün yoga və ya yüngül idman hərəkətlərinə zaman ayırın. Tənqidlərə açıq olmaq peşəkar fəaliyyətinizdəki boşluqları sürətlə doldurmağınıza kömək edəcək. Günün ikinci yarısında alacağınız dəvətlər sizə nüfuzlu şəxslərlə tanış olmaq imkanı bəxş edəcək. Şəxsi sərhədlərinizi qorumağı öyrənmək başqalarının sizin xeyirxahlığınızdan sui-istifadə etməsinin qarşısını alacaq. Diqqətinizi tək bir hədəfə yönəltmək eyni anda bir neçə işlə məşğul olmaqdan daha məhsuldar nəticələr verəcək.
Həyatın sizə təqdim etdiyi təcrübələri rədd etmədən onlardan müdrik dərslər çıxarmağa çalışın. Axşam saatlarında musiqi dinləmək və ya incəsənətlə məşğul olmaq ruhunuzu tamamilə dincəldəcək. Tərəfdaşınızla gələcək planlar barədə açıq danışmaq aranızdakı qeyri-müəyyənlikləri tamamilə yox edəcək. Xərçəng. Emosional dünyanızda baş verən dalğalanmalar bugün sizi daha həssas və intuitiv edə bilər. Ailə daxilindəki köhnə inciklikləri masaya yatırıb səmimi şəkildə həll etmək üçün münbit şərait yaranıb. İş yerində intizamlı çalışmaq rəhbərliyin diqqətindən qaçmayacaq və tezliklə bəhrəsini verəcəkdir. Bugün özünüzü təhlükəsizlikdə hiss etmək üçün doğma məkanlarda vaxt keçirməyə üstünlük verməlisiniz. Maddi məsələlərdə gələcəyinizi zəmanət altına alacaq uzun müddətli yığım planlarına başlamağınız tövsiyə edilir. Sağlamlığınıza qayğı göstərmək üçün zərərli vərdişlərdən birdəfəlik uzaqlaşmaq qərarı verə bilərsiniz. Dostlarınızın problemlərinə canyananlıqla yanaşmaq onlara böyük mənəvi dəstək olacaqdır. Günün ortasında qarşılaşacağınız çətinliklər qarşısında dözümlülük nümayiş etdirmək xarakterinizi daha da bərkidəcək. Şəxsi yaradıcılığınızı əks etdirən əl işləri və ya yazılarla məşğul olmaq enerjinizi tarazlayacaq. Hadisələri həddindən artıq dramatikləşdirməkdən qaçaraq rasional düşüncəyə üstünlük verməyə çalışın. Keçmişə boylanmaq əvəzinə cari anın təqdim etdiyi unikal fürsətləri dəyərləndirməyə fokuslanın. Yeni tanışlıqlar zamanı qarşı tərəfi tam tanımadan böyük ümidlər bəsləmək xəyal qırıqlığına səbəb ola bilər. Evinizi təmizləmək və lazımsız əşyalardan qurtulmaq zehninizdə də bir rahatlıq yaradacaqdır. İşgüzar məsələlərdə təcrübəli insanlarla məsləhətləşmək riskləri minimuma endirməyin ən sınanmış yoludur. Axşam saatlarında təkbaşına meditasiya etmək daxili harmoniyanızı yenidən bərpa etməyə kömək edəcək. Özünüzə olan sevginizi artırmaq üçün bugün yalnız sizə zövq verən fəaliyyətlərlə məşğul olun. Səbrinizin və fədakarlığınızın qarşılığını ulduzlar tezliklə sizə bəxş edəcək. Şiir. Bugün ulduzların parlaq işığı birbaşa sizin üzərinizə düşərək xarizmanızı göz qamaşdırıcı edir. Cəsarətli çıxışlarınız və səmimi rəftarınızla ətrafınızdakı hər kəsi öz tərəfinizə çəkə bilərsiniz. Karyeranızda yüksəliş əldə etmək üçün qarşınıza çıxan layihələrdə məsuliyyəti üzərinizə götürməkdən çəkinməyin. Şəxsi həyatınızda ehtirasın yüksəlməsi partnyorunuzla unudulmaz anlar yaşamağınıza zəmin hazırlayır. Maliyyə sahəsində böyük qazanclar əldə etmək üçün innovativ fikirlərinizi tətbiq etməyin əsl vaxtıdır. Qürurlu davranışlarınızı bir kənara qoyub lazım gəldikdə kömək istəmək sizi zəif deyil, müdrik göstərəcək. Sağlamlığınızı qorumaq üçün rasionunuza təzə meyvə-tərəvəzlər daxil etməli və bol su içməlisiniz. Günün ikinci yarısında gələn qəfil təklif karyera trayektoriyanızı tamamilə müsbət tərəfə dəyişə bilər. Dostluq münasibətlərində liderlik etmək xoş tədbirlərin təşkil olunmasına vəsilə olacaqdır. Özünüzü ifadə edərkən diktator ruhlu deyil, daha çox anlaşılan və şəfqətli dil seçin. İncəsənət layihələrində iştirak etmək və ya teatra getmək ruhunuzu qidalandıracaq mühüm amillərdəndir. Tənqidlərə qarşı dözümlü olmaq daxili yetkinliyinizin ən böyük göstəricisinə çevriləcəkdir. Şansın sizinlə olduğu bu gündə lotereya və ya digər əyləncəli fəaliyyətlərdə bəxtinizi sınaya bilərsiniz. Yaxınlarınıza dəyərli hədiyyələr vermək və ya onlara zaman ayırmaq münasibətləri istiləşdirəcək. Axşamı gələcək hədəflərinizi vizuallaşdırmağa və zehni xəritənizi cızmağa həsr edin. Qarşınıza çıxan hər bir maneəni daxili gücünüzlə asanlıqla darmadağın edəcək potensiala sahibsiniz. Özünüzə inanın və ulduzların bugün sizə təqdim etdiyi bütün nemətləri sevgi ilə qəbul edin. Qız. Pragmatik və analitik zəkanız bugün işlərinizi mükəmməl şəkildə nizamlamanıza şərait yaradacaq. Ətraflı planlaşdırma qabiliyyətiniz sayəsində həm vaxta qənaət edəcək, həm də yüksək keyfiyyətə nail olacaqsınız. Karyerada detallara verdiyiniz önəm rəhbərliyin rəğbətini qazanmaqla yanaşı yeni vəzifə imkanları da vəd edir. Şəxsi münasibətlərdə partnyorunuzdan həddindən artıq mükəmməllik gözləmək aranızda gərginlik yarada bilər, ona görə də insanları olduğu kimi qəbul edin. İqtisadi cəhətdən gəlirlərinizi artırmaq üçün investisiya sahəsindəki yenilikləri araşdırmağa başlayın. Həzm sisteminizə xüsusi diqqət yetirməli, ağır və yağlı yeməklərdən qətiyyətlə uzaq durmalısınız. Bugün yaxın ətrafınızdan birinin sizə etibar edəcəyi sirri sonuna qədər qorumaq dostluğunuzu daha da gücləndirəcək. Mübahisəli vəziyyətlərdə bir tərəf qalmaq və tərəfləri barışdırmaq üçün diplomatik istedadınızdan istifadə edin.
Yeni biliklər əldə etmək üçün onlayn kurslara yazılmaq peşəkar bacarıqlarınızı əhəmiyyətli dərəcədə təkmilləşdirəcək. Şübhəçi fikirlərdən uzaqlaşaraq həyata və insanlara daha çox güvənməyi öyrənməlisiniz. Günün ikinci yarısında yaradıcılıq tələb edən tapşırıqları icra etmək zehninizi gərginlikdən tamamilə uzaqlaşdıracaq. Fərdi sərhədlərinizi qoruyaraq başqalarının enerjinizi sormasına heç bir vəclə icazə verməyin. Evinizdəki nizam-intizamı bərpa etmək daxili dünyanızdakı xaosu da yox etməyə qadirdir. Həyatın təqdim etdiyi kiçik sürprizlərdən zövq almağı bacarmaq ümumi xoşbəxtlik səviyyənizi artıracaq. Axşam saatlarında təmiz havada gəzinti zehni aydınlığınızı qorumaq üçün əla vasitədir. Özünüzə qarşı amansız tənqidləri dayandıraraq bugünə qədər əldə etdiyiniz uğurlarla qürur duyun. Tərəzi. Bugün həyatınızın hər bir sahəsində harmoniya və ədalət axtarışı ön plana çıxacaq. Diplomatik qabiliyyətləriniz iş mühitindəki gərginlikləri və münaqişələri asanlıqla neytrallaşdırmağa imkan verəcək. Sevgi münasibətlərində qarşılıqlı anlaşma və səmimiyyət günün əsas mövzusuna çevriləcəkdir. Maliyyə məsələlərində tərəfdaşlıq layihələrindən gələn gəlirlərin artması büdcənizi xeyli rahatladacaq. Estetik zövqünüzün yüksək olduğu bu gündə sənət fəaliyyətləri ilə məşğul olmaq sizə unudulmaz anlar yaşadacaq. Sağlamlığınızı qorumaq üçün böyrəklərinizin fəaliyyətinə diqqət yetirməli və gün ərzində maye qəbulunu artırmalısınız. Qərarsızlıq çəkdiyiniz məsələlərdə daxili səsinizə güvənmək ən doğru çıxış yolunu tapmağınıza kömək edəcək. Günün ortasında köhnə tanışlarla qarşılaşmaq sizə yeni və maraqlı əməkdaşlıq təklifləri qazandıra bilər. Ətrafınızdakı insanların rəylərinə həddindən artıq asılı olmaq fərdi azadlığınızı məhdudlaşdıra bilər, buna görə də öz qərarlarınızı özünüz verin. Yeni bir geyim tərzi və ya imic dəyişikliyi özünüzə olan inamı xeyli yüksəldəcək. Hüquqi məsələləriniz varsa, bugün atılacaq addımlar sizin xeyrinizə nəticələnəcəkdir. Sosial layihələrdə könüllü olaraq iştirak etmək ruhunuzu xeyriyyəçilik duyğuları ilə zənginləşdirəcək. Zamanı səmərəli idarə etmək üçün günün əvvəlində yerinə yetiriləcək işlərin siyahısını hazırlayın. Sevdiyiniz insanla birlikdə romantik bir şam yeməyi aranızdakı qığılcımı yenidən alovlandıracaq. Həyatın gətirdiyi eniş-yoxuşlara təbəssümlə yanaşmaq psixoloji dayanıqlılığınızı daha da artıracaqdır. Hər kəsin rəğbətini qazandığınız bu unikal gündə daxili dincliyinizi qorumağa davam edin. Əqrəb. Müəmmalı və güclü enerjiniz bugün ətrafınızdakı insanların diqqətini maqnit kimi özünə çəkəcək. Karyeranızda gizli qalan məlumatları üzə çıxarmaq və strateji gedişlər etmək üçün mükəmməl bir dövrdür. Şəxsi həyatınızda ehtiras və qısqanclıq hissləri yüksələ bilər, lakin bu emosiyaları nəzarətdə saxlamaq vacibdir. Maliyyə baxımından gizli gəlir mənbələri kəşf etmək və ya uğurlu investisiya qoyuluşları etmək ehtimalınız yüksəkdir. Sağlamlıq sahəsində daxili detoks proqramlarına başlamaq və bədəni toksinlərdən təmizləmək faydalı olacaq. İntuisiyanız o dərəcədə güclüdür ki, qarşınızdakı insanların niyyətlərini baxışlarından belə oxuya bilərsiniz. Günün ortasında baş verə biləcək böhran vəziyyətlərində soyuqqanlılığınızı qoruyaraq liderliyi ələ alın. Köhnə vərdişləri və sizə zərər verən insanları həyatınızdan birdəfəlik çıxarmaq üçün ulduzlar sizə güc verir. Sirlərinizi qorumaq məsələsində hər zamankından daha diqqətli olun və heç kimə tam etibar etməyin. Psixoloji mövzularda kitablar oxumaq və ya araşdırmalar aparmaq daxili dünyanızı zənginləşdirəcək. İşgüzar danışıqlarda qətiyyətli mövqe nümayiş etdirmək qarşı tərəfi güzəştə getməyə məcbur edəcəkdir. Ruhunuzu dincəltmək üçün su kənarında vaxt keçirmək və ya vanna qəbul etmək olduqca effektlidir. Gələcəyə dair hədəflərinizi böyük bir gizlilik içində həyata keçirmək uğur şansınızı 2 qat artırır. Tərəfdaşınızla dərin və mənalı söhbətlər etmək aranızdakı mənəvi bağlılığı görünməmiş səviyyəyə qaldıracaq. Özünüzü yenidən kəşf etmək və daxili transformasiyanızı tamamlamaq üçün bugün unikal şansdır. Qorxularınızın üzərinə cəsarətlə getməklə həyatınızda yeni bir səhifə aça bilərsiniz. Ox atan. Bugün ulduzlar sizin macəraçı ruhunuzu və nikbinliyinizi pik nöqtəsinə çatdıraraq yeni üfüqlər vəd edir. Karyeranızda beynəlxalq əlaqələri genişləndirmək və ya xaricdə təhsil imkanlarını araşdırmaq üçün əla vaxtdır. Şəxsi münasibətlərdə azadlığınıza olan düşkünlüyünüz tərəfdaşınız tərəfindən anlaşılmazlıqla qarşılana bilər, ona görə də hisslərinizi açıq ifadə edin. Maddi cəhətdən bəxtiniz gətirsə də düşünülməmiş və ani xərcləmələrdən qətiyyətlə çəkinməlisiniz. Fiziki aktivliyinizi artırmaq üçün açıq havada qaçış və ya idman oyunları ilə məşğul olmağınız tövsiyə edilir.
Dünya görüşünüzü genişləndirəcək yeni mədəniyyətlər və fəlsəfi cərəyanlarla maraqlanmaq bugün sizə böyük zövq verəcək. Günün ikinci yarısında alacağınız şad xəbər uzun müddətdir gözlədiyiniz bir məsələnin müsbət həllindən xəbər verəcək. Ətrafınızdakı insanlara bəxş etdiyiniz müsbət enerji sayəsində hər bir mühitin arzu olunan qonağına çevriləcəksiniz. İş yerində rutin tapşırıqlardan sıxıla bilərsiniz, ona görə də fəaliyyətinizə yaradıcı elementlər qatmağa çalışın. Səbirsizlik nümayiş etdirmək bəzi mühüm layihələrin yarımçıq qalmasına səbəb ola bilər, dözümlü olun. Dostlarınızla birlikdə təşkil edəcəyiniz qısa müddətli səyahət sizə unudulmaz xatirələr və böyük enerji bəxş edəcək. Həyatın sizə təqdim etdiyi hər bir çətinliyi böyük bir dərs və təcrübə kimi qəbul etmək müdrikliyinizi artırır. Axşam saatlarında gələcək böyük hədəflərinizi planlaşdırmaq üçün sakit bir küncə çəkilib qeydlər aparın. İnamlı və cəsarətli addımlarınız sayəsində bugün qeyri-mümkün görünən zirvələri belə fəth edə bilərsiniz. Şans ulduzunun sizin tərəfinizdə olduğunu bilərək hər anı dəyərləndirin və gülümsəyin. Oğlaq. Ciddiliyiniz, məsuliyyətiniz və sarsılmaz iradəniz bugün hər kəs tərəfindən təqdir olunacaqdır. Karyera pilləkənlərində qətiyyətlə irəliləmək üçün qarşınıza qoyduğunuz hədəflərə fokuslanmağın tam zamanıdır. Şəxsi münasibətlərdə emosiyalarınızı büruzə verməkdə çətinlik çəksəniz də əməllərinizlə sadiqliyinizi sübut edəcəksiniz. Maliyyə baxımından olduqca uğurlu bir gündür, uzun müddətli və etibarlı sərmayələr üçün qərarlar qəbul edə bilərsiniz. Sümüklərinizin və oynaqlarınızın sağlamlığına diqqət yetirməli, kalsiyumla zəngin qidalara üstünlük verməlisiniz. İş mühitində nizam-intizamı qorumaqla yanaşı, tabeliyinizdə olan insanlara qarşı daha anlayışlı davranmağa çalışın. Günün ortasında qarşılaşacağınız bürokratik əngəlləri soyuqqanlılıqla və qanun çərçivəsində asanlıqla həll edəcəksiniz. Keçmiş təcrübələriniz bugün qarşıya çıxan mürəkkəb problemlərin həllində ən böyük bələdçiniz olacaq. Ətrafınızdakı insanların lazımsız məsləhətlərinə qulaq asmaq əvəzinə öz məntiqinizə və analitik qabiliyyətinizə güvənin. Zamanı səmərəli idarə etmək bacarığınız sayəsində bugün planlaşdırdığınız bütün işləri vaxtından əvvəl bitirəcəksiniz. Fərdi inkişafınız üçün idarə etmə və liderlik mövzusunda seminarlara və ya kitabları mütaliə etməyə zaman ayırın. Evinizdə təhlükəsizlik və komfortu təmin etmək üçün bəzi təmir işlərinə başlamaq yaxşı fikir ola bilər. Axşam saatlarında ailə böyükləri ilə söhbət etmək və onların xeyir duasını almaq sizə daxili rahatlıq bəxş edəcək. Özünüzə qarşı qoyduğunuz yüksək standartları biraz yumşaldaraq həyatın axarına buraxılmağı da sınaqdan keçirin. Ağır zəhmətinizin bəhrəsini tezliklə görəcəyinizə əmin olaraq motivasiyanızı hər zaman yüksək saxlayın. Dolça. Bugün orijinal fikirləriniz və humanitar baxışlarınızla cəmiyyətdə fərqlənəcək, innovativ layihələrə imza atacaqsınız. Karyeranızda texnoloji yeniliklərdən istifadə etmək iş fəaliyyətinizi xeyli sürətləndirəcək və məhsuldarlığı artıracaqdır. Şəxsi həyatınızda partnyorunuzla dostluq zəminində qurulan münasibətlər sevginizin ömrünü daha da uzadacaq. Maliyyə məsələlərində ənənəvi üsullardan kənara çıxaraq rəqəmsal investisiya alətlərini araşdırmağa başlaya bilərsiniz. Sinir sisteminizi qorumaq üçün gərgin mühitlərdən uzaq durmalı və meditasiya üsullarına müraciət etməlisiniz. Azadlığınıza olan ifrat bağlılığınız bəzən yaxınlarınızla aranızda soyuqluq yarada bilər, buna görə də balans qoruyun. Günün ikinci yarısında daxil olacağınız intellektual mühitlər sizə gələcək üçün vizyoner tərəfdaşlar qazandıracaqdır. Ətrafınızdakı insanların problemlərinə qlobal nöqteyi nəzərdən yanaşaraq onlara qeyri-adi və effektiv həll yolları təklif edəcəksiniz. Şablon qaydalara qarşı çıxmaq və fərdiliyinizi qorumaq bugün sizin ən böyük üstünlüyünüzə çevrilir. Yeni elmi kəşflər, kosmos və ya astrologiya ilə bağlı araşdırmalar aparmaq zehninizi tamamilə yeniləyəcək. Sosial şəbəkələrdə fəal olmaq və fikirlərinizi kütlələrlə bölüşmək böyük rəğbət qazanmanıza səbəb olacaqdır. Qarşı tərəfin hisslərinə qarşı bəzən laqeyd görünə bilərsiniz, ona görə də emosional bağları gücləndirməyə çalışın. Axşam saatlarında dostlarınızla birlikdə maraqlı bir elmi sənədli film izləmək günün yorğunluğunu aparacaq. Öz gələcəyinizi dizayn edərkən xəyallarınızın arxasınca getməkdən heç bir zaman qorxmayın və cəsarətli olun. Kosmosun fərqli enerjisi bugün sizə qeyri-adi yaradıcılıq və daxili azadlıq hissi bəxş edir. Balıqlar. Dərin intuisiyanız və zəngin xəyal dünyanız bugün sizi incəsənət və mənəviyyat sahəsində zirvəyə daşıyacaq. Karyeranızda empatiya qurmaq bacarığınız sayəsində həmkarlarınız və müştərilərlə mükəmməl əlaqələr qurmağa nail olacaqsınız.
Şəxsi münasibətlərdə saf sevgini və mənəvi bağlılığı hiss etmək aranızdakı bütün inciklikləri tamamilə yox edəcək. Maddi sahədə xeyriyyəçilik fəaliyyətlərinə və ya ehtiyacı olanlara kömək etməyə müəyyən vəsait ayıra bilərsiniz. Sağlamlığınızı qorumaq üçün ayaqlarınıza xüsusi qulluq etməli və su prosedurlarından bol-bol istifadə etməlisiniz. Ətrafınızdakı insanların mənfi enerjisini özünüzə çəkməmək üçün psixoloji qorunma qalxanınızı aktiv saxlamağınız vacibdir. Günün ortasında daxili dünyanıza çəkilərək şeir yazmaq, rəsm çəkmək və ya musiqi bəstələmək sizə böyük hüzur verəcək. Reallıqlardan qaçmaq və xəyal dünyasında yaşamaq meyliniz bəzi işlərin gecikməsinə səbəb ola bilər, diqqətli olun. Gizli qalan sirlərin və ya yuxuların mənasını açmaq üçün daxili bələdçinizə və intuisiyanıza tam güvənin. Yeni tanış olduğunuz insanların sözlərinə kör-körənə inanmadan əvvəl onların hərəkətlərini diqqətlə müşahidə etməyiniz tövsiyə olunur. Mənəviyyatınızı gücləndirəcək dualar etmək və ya müqəddəs məkanları ziyarət etmək ruhunuzu tamamilə təmizləyəcək. İşgüzar məsələlərdə qətiyyətsiz qaldığınız zaman təcrübəli və güvəndiyiniz bir dostunuzun məsləhətinə müraciət edin. Axşam saatlarında sakit bir musiqi sədası altında dincəlmək günün emosional yükünü çiyinlərinizdən tamamilə götürəcək. Həyatın sizə təqdim etdiyi hər bir çətinliyin arxasında gizlənən ilahi hikməti görməyə çalışın və şükür edin. Kainatın şəfqətli qolları bugün sizi hər növ bəlalardan qoruyacaq və qəlbinizə böyük dinclik bəxş edəcək.